Salam uşaqlar. Demək ki, mən ilk anlaşılan bölməsinin ətraflı yazısına baxırıq. Alüminiumun üzərinə kükürt gəlib, alınıb. Alüminium 2, S3. 2 alüminium burada, 3 dənə kükürt burada. 10 qram alüminium üzərinə 16 qram kükürt əlavə edilərək qızdırıldığı maddələrdən biri tam sərf olunur. Biz baxaq. Təxminən buradan baxanda bilmirəm, amma yenə də həll edək. Mən baxıram ki, alüminium 16 qram kükürt özünə nə qədər alüminium sərf edəcək? Alüminium da 27, 2-ni 27-yə vuranda 54 qram alüminiumda 332 vuram 96 qram. X burada bərabərdir 9 qram eləyir alüminium. Mən isə alüminiumu götürmüşdüm nə qədər? 10 qram. Demək 10 qram alüminium vardı. Burada 9 qramım sərf olundu. Nə qədər artıq qaldı? 1 qram alüminiumum artıq qaldı. Demək, birinci maddə uyğun gəldi 1. İkinciyə bax, reaksiya məhsulunun kütləsinin hesabı. 16-ya indi tapıram. 16 qrama bilməm nə qədər alüminium 2SO3-dür. 96 qram, 3-ü vururum ki 96 qram. Bunu da hesablayaq bir dənə atom kütləsi. Deməli, 54 üzərinə gəlsin 96. 150 qram. Bu da bərabərdir. Bununla bir sayı 6, bu da elədi 25 qramda. Deməli, maddə neynədə alındı? Alüminium 2SO3 alındı. Bu belə. Keçək növbəti sualımıza. Üçvalentli metalın oksidinin molyar kütləsi, hidroksidin molyar kütləsi. Üçvalentli metaldır, oksidi. Bura 3-dür, bura 2-dir. 2 gəlir bura, 3 gəlir bura. Hidroksidi XOH 3 dəfə. XOH 3 dəfə deyir ki, bizə bunların fərqini tapın. Bunun molyar kütləsi X-dir. Biz X-nə yazdıq. Bunları nədir? A yazım. X-lə çəkəcəm. Buna A yazaq. A2O3. Buna da A yazaq. AOH 3 dəfə. Hidroksidi deyir. Bunların nisbət kütləsini tapaq. Buna yazaq X. Bunların fərqi də 24-dür. İndi mən bunu oturub açım, yazım. Yox, bax. A2A üzərinə gəlsin 3 oksigendir də bu. A buradadır, 3 oksigen buradadır. Çıx yazır. Qabağın çıx olduğuna 3 oksigen buradadır, 3 hidrogen buradadır. Bərabərdir 24. 3 oksigenlər getdi. 2 adı A çıxam edir A. Çıxsın bu 3'dür. 3'ü 1'ə vuranda 3 eləyir. Bərabərdir 24. A bərabər nəyə? 27. A-nı tapdım 27. Demək, X-in bu 20 alüminium kütlə bizə nəyə soruşur? A2O3-ün nisbət atom kütləsi 27 vur 2, bura 27 vur 2, 27 vur 2, üzərinə 3 vur 18, 16 tapacağıq, neçə eləyir? Bir də ki, bu vursunu tapacaq. Bunu necə tapacam? 27 üzərinə 3 vurursun, 16 demək 17. Bu şəkildə tapacaq. Üçüncü suala baxırım. Kuprum O4-dən oksigenin kütlə payı 40-dır. Oksigenin kütlə payı 40-dır. 60% bunlara düşür. İndi nədir? X-in molyar kütləsini tapırıq. İndi belə tapaq da. Kuprum XSO4, yəni 40% bərabərdir nəyə? Oksigeni bölürəm kuprum XO4-də, vururam 100-ə. X-in də kütlə payını sonra tapırıq burada. 4 oksigendir, bu da şöyle çaşmır. Mən də çaşıb baxırdım. İndi yerinə 40% bərabər 4 oksigen, 4'ü 16'ya 64. Bölünsün kuprum bizə 64 üzərinə gəlsin. 64 üzərinə gəlsin, X üzərinə gəlsin. 4'ü 16'ya vuranda 64. Vursun 100%. Bu sıfırla bu sıfırı sildik. 64 ilə 4 ixtisar getdi, qaldı nə qədər? 16. 16'ın vurum onu 160. Bərabərdir 128. Üzərinə gəlsin X. X də buradan bərabərdir. Deməli 42, 32.
X-i tapdım 32. Deməli bu X-im 32 dedim. Bu kükürdür də yəqin ki çox güman ki. Deyib X-in kütlə payını tap. Mən X-in kütlə payını belə də tapa bilərəm. Deməli bu tapdığım maddə kükürdü heç bilmirəm tam nədir. Bu X 32-dir. Oksigen də burada neçədir? 64-dür. Bu elə ki X bu bundan 2 dəfə azdır. X üzərinə gəlsin 2x-dır. Yaxud da ki x-dən 2x yox. Belə yazaq. Mən tapdım burada. Deməli, bir dənə baxaq bizə nə soruşur. Molyar kütləni tapırıq. 32-ni qoyuram burada yerinə. Tapıram ki, molyar kütlə nə qədər. Qoy bir sırayla gedir, sonra qarışdırma bir-birinə. 64 üzərinə gəlsin 32, üzərinə gəlsin 64. Deməli, bir dəqiqə baxaq. 64. Koprum 64 üzərinə gəlsin. 32 üzərinə gəlsin 64. Bu da bizə nə verir? 150 verir. 128, 32, 150, 160 verir. Mən burada 160 hardan tapmışam? Hə, buradan tapmışam. Bu bizə 160 verir. Bu 160. Anı tapdıq 160. Buna işimiz yoxdur. Biz indi nəyi tapırdıq? X-in kütlə payını tapaq. X-in kütlə payını necə tapır? Demək, oksigen 40% axı. Bax, bunun kütləsi bundan 2 dəfə azdır. Bu 40%, onda belə çıxır, bu da 20% olacaq. Da 10 demək istəyirəm. Yəni, B-imiz də 20%-dir. Hesablama ehtiyac yoxdur. Vaxtımızı itirmək. 4-ə baxırıq. Etes bir su bitkiyə ayırma üsulu. Bu asandır. Etes bir su nədir? Destillədir. Bitki yağı suda nədir? Durultma ilə ayırırdıq. Bunlar durultma üsulu gedir. Bitki yağı sıxlıq vərqləridir. Durultmadır, ayırma üsulu. Ayıcı qıfla nə edirdik? Ayırırdıq. 5-ə baxırıq. X ilə birləşməsi X-in Y nisbətində 3-ün 4-ə də 3K, 4K yazırıq. Eyni kütlədə götürüm X və Y-in reaksiyasından sonra bu maddədən birindən artıq qalır. İndi belə yazaq da. X ilə Y reaksiya girir. X, Y alınır. Eyni kütlədə deyirsə, biz bunlara əküb da tapa bilərik. 3-dən 4-ə məsələn, hər ikisini 12 qram götürə bilərik. İndi bu maddələrdən birindən 5 qram artıq qalır. Neçə qram X, Y alınır, neçə qram X reaksiyaya daxil olar. Hər ikisini 12 götürəm. Nisbətən 12K. Buradan bunu dəyişə aləm qatma verir. Bu da 12K götürək. Nisbətən bu da 12K götürək. İndi hansına baxaq. 12K X reaksiya girirsə 12K X reaksiya neçə qram və neçə qram X reaksiya daxil olur. Birinci onu tapaq, sonra keçək bunu tapandan sonra bilək də hansı maddə sərf olunur, ona görə X reaksiya tapaq. 12K reaksiya girəndə bilmirəm nə qədərim, neçə qram deyil X reaksiya daxil olar. Nəyə görə tapaq bunu? X-i tapaq. 12 qram K belə yazaq, tərsinə yazaq onda. Özü şərtdə deyil, bir də mən uzatmayayım da. 12K Y reaksiya daxil olanda bilmirəm nə qədər X-imdir. X-in nisbət kütləsi 3K da reaksiya daxil olanda 4K. Deməli 4K buradan. Burada bizə başqa bir şey dedi. Bu maddələrdən birindən 5 qram artıq qalır. Buna fikir vermirəm. Maddələrin birindən də 5 qram artıq qalır. Maddələrin birindən 5 qram artıq qalır. 12-ni 3-ə böləndə eləyir. Bunu götürsək, 4 götür, 4-ü 3-ə böləndə 4 elə bizə nədir? Buradan artıq qalacaq. Heç bunu biz yazmasaq da belə, K ilə getməsək də. Buna elə nədir? K deyəndə, yəni 12K ilə də getməsək.
4K deməli 3K minus 5 bundan artıqdır. Bu da 4K'dır. Elə götürmüşük. Deyək ki, adətən bu maddənin eyni kütlədə götürmüş. 4K-nın gedəcək. Burada nisbi atom kütləsi 3K budur, 4K da budur. Tənasıb onda 4K ilə 4K getdi. 4K minus 5 bərabərdir 3K. K burada bərabərdir 5. K-nı tapdıq. 5 gətirib qoyuruq nəyə? Hara? Yerinə. Yerinə qoyuruq bərabərdir. 3'ü 5'e vurum 15 qram burada. 4'ü 5'e vurum 20 qram da budur. Tapdığıma bizə nisbi atom kütləsi deyil. 24 15 qram eləyir 35. Həssalam. Yəni bir izah verirəm. Deməli x-ni 3K 4K belə götürürük. Bilmirdi nisbət daxil. Deməli hər ikisi 4 4 götürsəm 4 4 4'ü çöbəndə 1 tam nə qədər? 4'ü 4'ə böləndə eləyir. Deyəcəksiniz ki, mən burada niyə bölmədiniz? Burada uşaqlar eyni kütlə götürdü. Ona görə bölüb baxalım hansından artıq qalıb. Aydın oldu. Onu yəni bayaqkında amma bölmək bilmək olmur. Axı olsun bu 3 mol girib. Məsələn, burada bilmək olmur. Axı bu 3 mol burada 3 mol girib yoxsa bu da bunu böləndə eyni kütlədə olmadığını bölmürük, tapırıq. Amma burada məcburam ki, nə edəyəm? Bölüm. Deməli 4K 4, 4'ü çöbəndə 1 tam nə qədər? 4 4'ümü 1 eləyir. Deməli belə çıxır ki, x-dən artıq qalır. Ona görə yazıram ki, 4K götürmüşəm hər ikisini axı. Ona görə 4K çıx 5'dir. Bu da 4K'dır. X-in nisbi atom kütləsi 3K buradan yazdım. 4K da burada yazıram. Burada K-nın qiymətini tapdım. 5 tapdım K-nın qiymətini. Gətir burada qoyum. 3'ü 5'e 15, 4'ü 5'e 20. Bu sırf riyaziyyatdır uşaqlar. Kimya olsa da riyaziyyat üzərində bu misallar həllə. Yəni riyaziyyatda bu tipli misallardır. Biz riyaziyyatda bunun üzərində işləyirik elə. Bu tip üzərində işləyirik. Onun vəssamda 15 ilə 20 toplam eləyir neçə? 35. 5 idi, 6'ya baxırıq. M qram S və 64. Biz bilmirik artıq M-im nə qədərdir. SO2 nə veribdir? Qarşının yandırmasınsa qabda 320 qram SO2 olunur. Bax, SO2 yanacağıq, yandırmayacağıq. Çünki qabda 320 qram SO2 olursa bizdən burada məntiq də var. SO2 SO2 çevrilə bilər. İndi biz baxarıq. Benzin kükürdü yandırırıq. Alınır SO2. 322 qarışıqda İlkin qarışıqda kükürdünün kütləsini qramla reaksiya sərf olunan oksigen həcmini hesablayın. İndi burada SO2 də yanıb, o SO2 çevrilə bilər. İndi biz burada diqqətli olaq. 320 qram SO2 olubsa 64 qramla bu 320-dən 64'ü çıxaq bir dəqiqə. 320 çıx 64. 256 qramla tapıram kükürt nə qədərdir? 64'də də 32. X burada 128. X'i tapdım burada 128'dir. Biz 320 qram SO2'də 64 qram da var axı burada. 320 qram yəni burada katalizator yanıb da. 128 qramdır. Deməli, uşaqlar bizdə SO2 yanmayıb. Katalizatordan istifadə olunub da SO2 SO2 çevrilmədir. Əvvəl baxanda saçdım ki, SO2 oksigen reaksiya girir. 128 qram tapdıq nəyi? Deməli, reaksiya tərliyimi yazdım. 1. Yox, reaksiya tərliyimi yazdım. Həm də 1'i yazdıq. İkin qarşıda kükün kütlə payını tapdım 128. Reaksiya sərf olunan, burada reaksiyanın sərf olunan oksigen də tap, bunda Y-i tapıram. Bu da 22 onda 4'dür də. Y256, bu da bu. Bu 4, 4 22 tam onda 4'ə vuranda 89 onda 6 da oksigen eləyir. Yəni Y oksigen 256 qram SO2 isə 64 qram, buna da 22 onda 4'dür. Növbəti sualımıza baxırıq. 7'yə baxaq. Maraqlı suallardır, çox maraqlıdır. Həm də ümumiyyətlə beyni çox inkişaf elətdir. 7'yə baxaq. Ekvivalentli metalın xloru tuzlu reaksiyasının tənliyini yazın və əmsallaşdırın.
2 kvantli metalsa, metal üzərinə gəlsin H xlor, olur metal xlor 2. M xlor yazmışam, yox, M xlor 2, də H2 2 moldan gedəcək. Birincini yazdıq. Əmsallaşdırdıq, yazdıq. Metan nisbat, indi baxaq burada nə var, nə yox. 56,8 qram xlordur. Sonra bizə deyil, qulaq asın. 32 qram metal, şərt məsələn şəkildən oxu. 32 qram metal reaksiyaya girib. Deməli, bilmirəm nə qədər hidrogen, çünki alınan hidrogen də xlorla reaksiyaya girib. Qabda da xlor var. Hidrogendir, metalın da bizdən nə soruşur? İndi mən metalın nisbat kütləsini bilmirəm. Mən hidrogenlə xlorun reaksiyasını yazıram. H xlor alınır. Mən 56,8 qram H xlora görə, baxın, şərtdə mənə verir. 56,8-ə görə mən tapıram nəyi? Hidrogeni tapıram. Mən niyə 56,8-ə bura yazmışam? Bir dəqiqə görün. Niyə bura yazmışam? 56,8 düşür bura. 35,5-dir, vururam 2-yə. Bu da eləyir 71. Bu da 1 mol. Onunla da bu ixtisar gedir, qalır 0,8. Deməli, hidrogenim 0,8-dir. Gətirəm, mən hidrogenin yerinə 0,8 yazıram. 1 molada, bu molla yazı tapmışım da, 1 molada metalın nisbat atom kütləsi X-dir. 32-ni də bölürəm 0,2-yə. Tapıram burada 40 eləyir. Tapıram burada 40. Vəssalam. Məsələmiz bu qədər. X burada 40-dır. Çətin bir şey yoxdur. Sadəcə şəkilə baxıb oxuyuram. Mən tərsinə gələmdə elə bir ki, bu belə aparıb, belə aparıb. Məsələn, belə tapıram, tərsinə tapıram. 8-ə baxaq. Baba, uşaqlar, riyaziyə bax, sırf riyaziyyatdır, tənasüb bölməsi. İndi mən izah edirəm. Yəni, Allah şahid ki, məsələləri indi baxıram. Düşünərsiniz ki, müəllimə oturub yazıb, yox. Mən yəni ki, hələ ki baxıram, məsələlərlə də tanış oluram. Yox, bizə karbon vermir. Bizə oksigenin hidrogenə nisbəti bərabərdir 8K, bir də K verək. Hidrogəndə K yazaq. Sonra karbonun hidrogenə nisbəti 6K, 6X, burada nə yazaq? X yazaq. Burada baxıram ki, hər ikisində nədir? Hidrogenlərin sayı eynidir. Buna görə əmsallaşdırmıram. Ona görə buna mən 6K yaza bilərəm. Burada K yazmaq problemimiz yoxdur. Demək, oksigenim 8-dir. Karbonum 6-dır. Hidrogenimdə 1K kimi belə yaza bilərik. Bizə nə soruşur? M və N-i tapın. M və N-i tapaq. Belə yazaq da. Necə yazaq? 8-in, bir daha doğrusu, karbon, hidrogen, oksigen. Kütlə nisbəti karbonum 8-dir. Bunu 8 yazaq, bunu K. 8K, K fərqi olmaqsa 8, 1, 1-dir. Bu da 6-dır karbonum. Yox, karbonum 6-dır. 6, 1, oksigen 8 tapmışam. Oksigen 8-dir. Karbonun nisbat atom, bu da N-dir, bura M-dir. Karbonun nisbat atom kütləsini verib mənə neçə? Karbon nisbat atom kütləsi 12-dir. Hidrogen nisbat atom kütləsi 12, N yazam, bura M yazacam. Bilmirəm, oksigendəki 3-ü 16-ya vuram, yazıb burada, o 3 yazıb. 48. 48. İndi mən nə edirəm burada? Mən birinci karbonu N-lə oksigen 3-ü hesablayıram. Çünki belə tapaq, daha rahat. 6 bura, 12, N bura, 8 bura, 48 də bura. 6-nın 12 N-ə nisbəti bərabər 8-in 48-ə nisbəti. 48, 8, 6, 6-nın 6, 36, 36-nın da bu 12. N bərabər 3. N-i tapdım 3. Bura yazdıq 3. Sonra bunu tapaq, hidrogen tapaq. 1-in M-ə nisbəti bərabərdir 8-in, ona 48-ə nisbəti. M də burada bərabərdir 8. Bu M-dir. M də burada bərabər 8. Demək, C3, H, 8, O3. Tapdıq. Bizə nə soruşur?
M bərabərdir 6. 48, 8, 6. Sivri taş 6, o 3. M və N-i tapırsam tapdıq. Deyərdim ki, riyaziyyatdır da, bu başqa bir şey yoxdur. Vəssalam. İndi mən riyazi yolla gedirəm. Bəlkə kimsə başqa yolla gedir. Mənim üçün bu yol daha rahat. Deməli 9-cu suala baxırıq. 9-da deyir ki, bura baxaq 9-da nə deyir? Bunların kütlə payları bir-birinə bərabər. Kütlə payları bərabər. Deməli buna elementə isbatım kütlələr bir-birinə nədir? Bərabərdir. Kütlə getdi. Oksigen 4 oksigen 3 oksigen buradadır. Deməli x gəlsin 16 qaldı. Bərabər y. Bunların da fərqi elinə 16. Bunların fərqini yazdı 16. Sonra nə deyir bizə? Oksigenin kütlə payını tap. Oksigenin kütlə payını tap deyəndə onsa bunların nisbətən kütlələr bərabərdir. 14 64-ün, 3-ün 48-in 64-dən nisbətən götürəcəyik. Çünki kütlə payları eynidir, kütlələri eynidir. Yəni məsələn tam da yuxarıda 64 bölünsün A vursun 100-dür. A eynidir. Bursa 48 bölünsün 100, A vursun 100-dür. Eynidir axı. Böləndə elə tapırıq. Ona baxaq. Sink S üzərinə gəlsin oksigen, sink O üzərinə gəlsin SO2. Reaksiya daxil olan sink S-in kütləsini tapaq. Yəni yazaq burada, gözümüzün qabağında olsun. Üzərində rahat yaza bilək. Ya da görün bunu. Reaksiyada alınan sink bunu yazıb x-64'ü yazaq bura. X-64'ü yazaq bura. 6.4 daha da olsun. Reaksiyada alınan SO2'nin həcmi, reaksiyada daxil olan sink S-in deməli kütləsi x. Bunu x-dən x, yəni əvvəl kütləsi bu qədər olub, indi isə kütləsi bu qədər olubdur. Yəni 64, 6,4 qram azalma baş verib. 6,4 qramda nədir? Kükürdə görə tapılır. Və belə də tapa bilir. X minus x çıx 6,4-dür. İkisini də yazıram sizə. Hansı yolla istəyirsiniz? Şagird deyir bu rahatdır, Şakir var deyir o rahatdır. İkisini də yazıram. Sink S deməli 65 üzərinə 32 nə qədər eləyir? 97. 97 qrama da 2 deyə 2'ləri vurmuram. Sink O 65 üzərinə 16 gəlim eləyir 81. 81 eləyir 81 x bərabər 97 x çıxılsın 97 vur 6,4 97-dən 81 çıxanda eləyir 16 x bərabərdir 97 vur 6,4 6,4'ü 16 eləyir hə 16'ya böləndə eləyir 0,4 97-dən də vuram 0,4-ə bir dəqiqə 38,8 eləyir 38,8 eləyir və yaxud da ki mən nə deyirdim bunu tapdıq x-i tapdım 38,8 38,8 qoyuram bunu yerinə buna görə də SO2-ni tapıram və yaxud da ki mən x-dən x 6,4 çıxanda biz burada azalma kükürdə görədir bunu da yaza bilərdik belə də yaza bilərdik bax bunu tapdım 38,8 və yaxud da ki belə yazıram x minus 6,4 sink S fərq nə qədərdir arada 6,4 qram fərq olanda məsələsində bilmirəm nə qədər sink S deyimmi, nəm sink O deyim, hansını sən yazın. Bilmirəm nə qədər sink O reaksiya daxil olub, sink S reaksiya daxil olub. Bunu vuraq çıxaq. Sink S-dən sink O-nu çıxanda belə yazır. Sinklə sink gedir. 32-dən də 16 çıxanda eləyir 16. 16, 32-yə də 32 fərq olanda da sink S-in nisbi atom kütləsi eləyir. Kalkulator bu mükəmməl altın şifa hesablayıram. 65 ilə 97. 97 yox, sink S
Bundan bunu çıxanda 16 ilə 32 nə idi yazdım? Bundan bunu xəsarəli 0,4, 0,4-ü yenə belə 38,8 belə tapa bilərsiniz. X-i tapdım 38,8 aydın oldu. Bax bir də deyirəm. Arada fərq nə qədər? 6,4. 6,4 fərq olanda bilməm nə qədər sink S-dir. Sink onun kütləsini çıxanda qalır 16 qram. 16 qram fərq olanda da 97 qram sink S-dir. X bərabər 8,8. Məncə bu ikincisi daha rahatdır. Birinci ilə də gedə bilərsiniz. İkisini də izah elədim. Yəni hər uşağın nətərdim bir üsul rahat gəlir. Gətirirəm sonra 38,8 tapdıq. 38,8-i gətirib yazam bunun üzərinə. Buna yazıram. İndi mən nədir burada? 38,8 tapdım. Bunu belə elə 0,4 mol idi deyirsəm. 0,4 mol. 0,4-də bir bakım mola çevirib yazam, rahat olsun. 0,4 mola bilmirəm nə qədər neçə litrdir. 2 mola da 44,8 litr eləyəcək. Növbəti sualımıza baxırıq. Oksigen kütlə payı 50-dir. Oksigen kütlə payı 50 isə oksigen burada neçədir? Nisbət atom kütləsi 63, 32, 32. Demək bu da demək X-in nisbət atom kütləsi 32-dir. 50-50 düşürək ona görə. X-in nisbət atom kütləsi 32-dir. İndi bizə nə deyir? A-nı tap deyir. Burada artıq X-in nisbət atom kütləsini tapmışam 32. 32 dənə gəlsin 48, edir 80 nisbət atom kütləsi. Burada 48 bölünsün 80 vurulsun 100 bərabərdir. Hesablayırıq 60%. Və sualın B-ni tapdım ki 32. Yəni 30. Baxaq nə biz. 12-yə baxaq. Kimdə? Belə yazmadıq bunu. Eyni sualdır uşaqlar. Bunu özünüz yazırsınız. Eyni təkrar sualdır. 13-ə baxırıq. 1 mol üzüm maddənin tam yanmasına sərf olunan oksigenin və reaksiya məhsullarının mol sayını zamanla asılı olaraq dəyişim qrafikası üzüm maddə molekul atom sayının karbon kütlə payına onu hesablayır. 1 mol üzüm maddənin tam yanması yandırıq. Üzərinə gəlsin oksigen alındı. Deməli üzüm maddə yansa karbon qazı su verir. Bu heç. 4,5 mol oksigendir. Buraya da 4,5 budur. 1 mol bu yanıb. 4,5 oksigen alınıb. Deməli 3 mol karbon qazı alınıb. 4 mol da bu alınıb. Bunu elə qabağını da yaza bilərdik. X üzərinə gəlsin 4,5 oksigen alınıb. 3 mol karbon qazı üzərinə gəlsin H2O. 4H2O. CH-dır. İndi bilməm, bəlkə ola bilər. Başqa maddə də ola bilər. İndi onu bilmirik. Hələ birdən baxaq. 9 oksigen var. Baxaq 3-ün üzərinə 2-yə vur. 4,5 2 onda 9 verir. 3-ü 2-yə vuram 6. 6-ın üzərinə də döyəm 10 eləyir. 10 demək burada o bir dənə də var ki, toplayanda 9 eləsin. Keçirik bu bursuna. 3 dənə karbon, 3 dənə karbon yazam. 4-ü kəs 8-dən, 8-dən də bura yazıram. Bizə nə soruşur? Demək 3H8 odur formulum. Atomun ümumi sayı, 12-dir. Karbon kütlə payı, karbon kütləyə 3 karbonu böləcəm nəyə? Bu nisbət atom kütləsinə vuracam 100-ə. C100H8, o da bunu özünüz hesabınızda vurursunuz 100-ə. Yəni bu çətin bir şey deyildi. Növbəti suala baxırıq. 14-də. Kükünün kütlə payı B-nin aynısı. Bu da asandır. Baxın. B-ni bölüb A-ya 0,6, yəni 5-də 3. 3K, 5K. Və yazaq. 32 bölünsün. X yuxarıdasın vur 100. Bərabər nəyə? 3K-ya. 3K yox, daha doğrusu 5K-ya. B-miz 5K-dır. Aşağını yazırıq. 32 bölünsün. 2x bərabərdir. Vursun 100 bərabər nəyə? 3K-ya. Tərəf-tərəfə bölürük. Tərəf-tərəfə bölək, yoxsa bölsək x-lər gedir. X-lər gedir. Onda biz nətər yazalım da bir baxın.
Neydi? Ben burada yazayım. A beraberdir 32 bölünsün. X de gelsin 32 vurulsun 100. B beraberdir 32 bölünsün 32 üzerine gelsin 2x vurulsun 100. B'nin A'ya nisbəti tərəf-tərəf bölürük də, bəli. Tərəf-tərəfə bölürük. B haqqında da bölürük. Bəli, yazmadım mən. Tərəf-tərəfə bölürük. Düz yazmışım indi. Böləndə necə olacaq? Bax, bunlar getdi. 32'lər getdi. Yəni bunu bölən buna. Riyaziyyatçısınız, yəqin ki bilərsiniz bunu. Mən durub yazmayım. B'nin aynısı diye aşağını yuxarınadır böyle bir. Mesela 32 aşağını böyle yuxarıya fərq yox. 32 bölünsün 32 üzərinə gəlsə 2 qız nə deməksə böləndə tərsi yüzlər gedir olsa x də gəlsin 32 burada yazam x də gəl 32. Yox 30. X 32. Nəyə böldüm bir daha baxın. Aşağını yuxarıya böldük. B'nin a'ya bərabər 3'ü 5'ə böləm 0,6. Bunlar gedir. X de gelsin 32 bölünsün 32 üzerine gelsin 2x beraber 0,6 ya da 5'te 3 böyle yazabilirsiniz. 5'te 3 yazaq. 5'te 3 çarpazıram. Bunu bura vuram, bunu da bura vuram. X'i buradan tapırıq. B'ni de necə tapacağım? Buradan neçə aldım? K'nı. Gətirib burada K'nın yerine bunu koyacağım. 15'e baxaq. Reaksiya daxil olan maddələr reaksiyada alınan kuprimesin kütləsini tapıb. Bundan 4 dəfə çoxdur. 1x, 1 4x baxırıq da görürük. Maddələrdən biri tam reaksiya daxil olsa, M və reaksatora 48'e görə tapaq ikisini də. Birini tapsaq, bursunu tapmaq atı. Kükürdü tapaq. Koprum S 64, 96'da 32'dir. Buna 16, x bərabər 16. Deməli, bu kükürdür. Koprumda 4 dəfə çoxsa eləyəcək 64. Bunu tapdıq belə. Mən nəyə görə tapdım? Mən M-i tapmaq üçün tapdım. Bizdən nəyə soruş? M-i 16 elə də bunu 16 yazaq bura. Buna silək də bu bizə nəyə lazımdır ki? Bu bizə ehtiyac yoxdur. Yoxsa var ehtiyac. Yəni görün bir. Yox, ehtiyac olsa reaksiyanı yazaram. Maddədən bir reaksiya tam daxil olur. M və reaksiyadan sonra qabda olan bərk qalığın kütlədir. Bərk qalıq kuprumda gedir ay üstündə. Çalışmıyor. Yəni S də ola bilər. İndi bilmirəm də hansıdır. İndi baxaq görə hansı tam sərf olunur. Baxaq 16 tapdım. Bu 64 idi. Bu 16 idi də. Elə tapdım. Baxaq 1. 64'də bilməm nə qədər kükürdür. Bunu 64'dür. Bu da 32'dir. X buradan qalmır. Çünki 16 götürmüşəm. Mən isə 32 aldım. Bu tam sərf olunur. Kükürd tərsinə gedək. Deməli X 16 qram kükürt götürüm. Bilməm nə qədər 64'dür. Bu da kükürt 32'dir. Bununla bu ixtisar gedir. Qal ki X bərabər 32'dir. Mən 32 qram kükürt 32 qram sərf olunub. Kuprum deməli 32 qram sərf 32 qram artıq qalıb. Bizdən nə soruşur? Reaksiya sonra bu tam get, bu getdi. Reaksiya sonra bu qalıb. Bir də ondan 48'im qalıb. Bunlar da cəmi eləyir. Nəm toplayırsınız, neçə eləyir onu da tapırıq 80. 16'ya baxırıq. Yekunlaşırıq artıq. 16. 3 dənəmiz qalıb. 3 dənə salıb baxaq. Deməli uşaqlar, bax bizim burada sayımız qalıb, onu həll eləyək. X-in Y-ə nisbəti verib 3,5 7 2'də 7 deməkdir. Baxın nə yazacağım mən. X, Y bilmirəm nisbətən
Yəni tamam sayını bilmirəm. Bu kütlə payı bunun 70-dir, bura 30-dur. X-in qabağına burada yazam 7, 7-ni nə vururam? 7, burada 2n yazacağam da misal. Baxın necə yazaq? 70-in 7m nisbəti bərabərdir 30-un 2n nisbəti. Sıfırlar getdi, 7 ilə 7 getdi. 3n bərabərdir 2n. M'in qabağına nə durdu? 2. Bura 2 yazıram. N'in qabağına 3. Burada 3 yazıram. Formu x 3, y 2-dir. Düzdürmü? Deməli neçə atomdur? Deyir 5. Deyirsən 5 atom. Deməli nədir? Deyir A-nın nisbət atom kütləsi, Y-in nisbət atom kütləsi nisbət. A nə qədər? 2 x, Y-in 3 y-də, düzdür? Y-də yazırıq bura. A-mızı yazıq. 2 x-in nisbət atom kütləsi neçədir? 14. 2-ni vuram 7-də. 2-ni 7-də vuram 14. Üzərinə 3 vursun Y. 3 vuram 2, 6. Bölünsün Y neçədir? 2. 20-də 2 bölündə edir 10. 17-yə baxırıq. 17 nə deyir bizə? Deməli, X-in valentliyi oksidu X, O. Nisbət atom kütləsi A-dır. Sonra hidroksid X, OH 2 dəfə. Bərabərdir B. B çıxılsın A-dır. Bundan bunu çıxaq. Bundan bunu çıxanda X-lər gedəcək. Burada elə bir ki, belə deyək də. 2 oksigen, burada 1 oksigen. Yaxud da ki, belə 16 da 1, 17, 17, 2, 34. 34-dən çıxıram. 16-nı bərabərdir B minus A. Bu da B çıxılsın A bərabərdir 18. Bunu tapdım 18. İndi keçəm ikinciyə. Deməli, hidroksidi, oksidi X2, O 3-dür. Hidroksidi X, OH 3 dəfə. Yəni bu da C-dir, bu isə C minus 24-dür. Yəni bu fərqi tapaq. Fərqi tapaq, amma indi yuxarıdan aşağı çıxacaq. Deməli, görün burada nə qalır? Bax, 2x-in x çıxam edir x. 3 oksigen var, 3 oksigen də burada getdi. Sonra çıxılsın, bir dənə hidrogen 3 buradan bərabərdir 24. X də burada bərabərdir 27. X-i tapdım 27. Yaxud da asa da bilərsiniz 2x-i. Mən elə yazmıram. Bax, 2x buradadır, x burada. 2x-in x-in x. 3 oksigen burada, 3 oksigen də burada. Bu getdi. Oksigen getdi. Bir də 3 hidrogen qaldı. Çıx 3. Bərabər 27. X bərabər 27. X-i tapdıq 27. Bizə nə soruşur burada? Bir dənə buna baxın. Nə soruşur burada? Bir də C-ni tapın. C-ni tapmaq üçün gətirəm x2. O 3-də bərabərdir. C, x-in yerinə 27 qoyacağım. 27 vur 2. Üzərinə gəlsin 3, 16, 48. 54. 102. Belə bir şey alınır. Üçüncüyə baxaq. Üçüncü asan bir şeydir. Bunu yazıram. Bunu bu üzərində yazaq. Bax. Bax, bunu verib B. Bunu verib B. Bu x-i verim nisbət atom kütləsi. A-dı 20-yə düşüb. A minus 20 sərf olunub. X-də 32-dir. B nədə alınanların reaksiya daxil olan cəmi A minus 20 üzərinə gəlsin 32. Demək, B nəyə bərabərdir? A üstəgəl 12 oldu B-miz. A üstəgəldir B-miz, A üstəgəl 12. Niyə görə? Reaksiya daxil olan maddanın cəmi sağ tərəfi verir bizə. Bizə bilir ki, B bölünsün A 1/112. Onda B də nəyə bərabərdir burada? 1/112 A. Gətirib qoyuram burada yerinə. 1/112 A bərabərdir A üstəgəl 12. 1/112-də A çıxanı 0/112. 12-ni də A bərabərdir 100. A-nı tapdım 100 verir bizə. Bizdən B-ni tap. Gətirəm B-ni tapanda 112-ni vuram nəyə? A-ya eləyir 112. 1/112 vuram A-ya 112 eləyir. Sonra bizə nə soruşur? X elementin nisbət atom kütləsini tap. Onu da tapmaq rahatdır da. Onu da necə tapırıq? Deməli, mən B-ni 112 tapdım. Nisbət həll edib tapırıq. Məsələn da buna silək. B-ni 112 tapdım da bildim. Gətirib qoyuram yerinə. Bura 112-dir. Bura 32 verib. Bu da 32-yə nisbət atom 2 vurursun x üstəgəl 16-da yazıq heç nə olmaz. 32-yə getdi 112-nin 2 56. 56-nın 16 çıxıram eləyir 40.